Salam hörmətli izləyicilər. Bu gün sizə Azərbaycan küçələrində ən çox rastımıza gələn avtomobili təqdim etmək istəyərdim. Changan Kuyan Q05. Bu avtomobilin həm xarici görünüşü, həm də ki salon görünüşü, yəni həm eksteryeri, həm də interyeri sürücülərin çox xoşuna gəlir. Əsasən də bu avtomobilin gördüyünüz kimi ön tərəfində radiator barmaqlığı olmadığı üçün bir növ elektrik avtomobillərə də bənzəyir. Lakin bu avtomobilin radiator barmaqlığı əslində var, daha aşağı hissədədir və bu hissədən hava axını motoru soyudur. Həmçinin radiatoru, kondisioneri hamısını oradan soyuda bilir. Və kifayət qədər. Əslində bu hissədə də bir balaca dəlik var, hansı ki radiatorumuzu soyudur. Amma çox adam elə bilir ki, bu hissədə ümumiyyətlə barmaqlıqlar olmadığı üçün motor qıza bilər və s. amma elə bir şeylər olmayacaq. Bir də bizim avtomobil Pro Max komplektasiyasındadır. Yəni ki, sinifin ən full versiyasıdır. Burada ümumiyyətlə bu avtomobillərdə səhv etmirəmsə 3 komplektasiya olur. Pro modeli, bu sadə modeldir, orta komplektasiya sayılır. Max model, Max daha dolu versiyadır. Bir də Pro Max modeli var. Pro Max hal-hazırda sizin qarşınızda olan avtomobildir. Bu avtomobildə tam full LED optikadır. Bütün faralar LED-dir, arxa optika LED-dir. Həmçinin avtomobildə duman işıqları da belə, bunlar tam duman işığı da getmir. Sadəcə bəzək kimi, gündüz işıqları kimi gedir. Bunlar da diodlardan istifadə olunur. Burada orta komplektasiyada bu diodlarla olan duman işıqları yoxdur. Avtomobilin logosu məhz Kuyan modellərində belə versiyada gəlir. Bəzi adamlar ona 101 deyir, amma yox. Çin versiyalarında logo belə gəlir. Amma ümumiyyətlə qlobal bazara çıxan versiyalarda logo standart Changan logosundadır, belə V hərfinə oxşayan. Bir də avtomobildə ən çox xoşuma gələn hissə avtomobilin profildən görsənən hissəsidir. Avtomobil orta crossover olsa da nisbətən daha hündür görsənir. Göstərən tərəfi odur ki, 19-luq disk təkərlərimiz var. Əlavə olaraq dizaynda fərqli elementlər var, hansı ki, ümumiyyətlə maşının eksteryerini daha qəşəng göstərir. Misal üçün, bu hissədə belə bir dizayn işləməmiz var. Daha sonra bu hissədə nikellərimiz, burada duqalarımız var. Duqalar yük üçün nəzərdə tutulmayıb, çünki plasmasdır, dəmir deyil. Əlavə olaraq güzgülərdə işıqlarımız var. Bu hissədə açarsız daxil olma yoxdur, açarsız daxil olma yalnız bu tərəfdədir. Həmçinin ümumiyyətlə avtomobildə demək olar ki, hər tərəfdən kamerası var. Bir kamera buradadır, 360 dərəcə kamera sistemi belə deyək. Bir kamera bu tərəfdədir, kapotun önündə kamera var, bir də arxada kamera mövcuddur. Bir də dostlar, onu qeyd eləmək istəyərdim ki, bizim avtomobil tam full komplektasiya olduğuna görə park radarlar həm ön tərəfdə var, həm arxa tərəfdə. Daha aşağı komplektasiyalarda ön tərəfdə park radarlar yoxdur. Belə, bir də burada bu bayaq dediyim 360 dərəcəli kamera. Arxa tərəfi avtomobilin ön tərəfindən onunla fərqlənir ki, nisbətən daha sakit görsənir. Lakin bir balaca da aqressiv notları var. Misal üçün, bu hissədə olan fake hava deflektorları, daha sonra bir dənə burada difuzoru var, bir də spoileri var. Deyərsiniz ki, logo niyə qara rəngdədir, ön tərəfdə də elə idi. Bu, avtomobil sahibi tərəfindən sonradan düzəlişlərdir, belə deyək. Belə bəyənib, belə qoyub. Amma zavod olaraq bu nikel gəlir. Digər xrom elementlər kimi deyək. Və arxa optika şəffaf rəngdədir. Bunu görmüşəm şəhərdə bir çox adam tam qara da eləyir. Çünki belə bəyənmir. Bir ara bəlkə də yadınızdadır, Hyundai Sonatalar var idi, hibrid. Onlarda da arxa stoplar şəffaf gəlirdi. Amma sonradan onu qara eləyən var idi, qırmızı eləyən var idi, fərqli dəyişirdilər. Bu maşında da belə bir şeylər görmüşəm. Amma məncə qanunla bu icazə verilmir. Ona görə belə də qəşəngdir məncə. Belə qalsa yaxşıdır, amma yenə də zövqlər müxtəlifdir. Ona görə kim necə bəyənir, təbii ki, elə eləyə bilər. Burada bir dənə dvornikimiz var.
Dvornikimiz balaca olmağına baxmayaraq əsasən sürücü üçün görüntünü təmin eləyir yağışlı havada. Bunun uzun olmamasının səbəbi odur ki, Şuşanın bu hissədən bu hissəyə olan məsafəsi azdır ona görə. Bu hissələr isə onsuz da Şuşa bura kimidir. O qədər yəni böyük bir məsafə deyil, düzdür. Təbii ki, uzun olsaydı yaxşı olardı, amma bu tərəfi necə olacaqdı bilmirəm. Yəqin o spoilerə görədir. Daha sonra avtomobilimiz plug-in hibriddir. Ona görə məncə artıq vaxtıdır ki, keçək avtomobilin kapot altını göstərim sizə. Daha sonra şarjın haqqında danışaq. Deməli, bizim avtomobilin mühərrik xanası göz qabağındadır. Deyə bilərəm ki, avtomobilin kapotu çox ağırdır. Bizim bundan öncəki videomuz var idi, Changan Unized, hansı ki, kifayət qədər çox bağış toplamışdı. O avtomobilin də kapotu çox ağır idi. Deyərdim ki, Çin avtomobili üçün bu yaxşı bir xüsusiyyətdir. Çünki adətən biz öyrəşmişik ki, hamı deyir, yəni Çin avtomobillərdə detallar zəifdir, nazikdir falan. Amma bu maşının gördüyünüz kimi, yəni dəmiri çox yaxşıdır. Hətta deyərdim ki, kapot hissəsi belə baxsaq bu tərəfdən 3 qat belə görsənir. Çünki bu hissədə də dəmir var. Burada da bir qat dəmirdir. Bir də üst tərəfi təbii ki. Daha sonra mühərrik xanamız 2 hissədən ibarətdir deyə bilərik. Bir sadə mühərrikdir, 1.5 həzmində, 1.5 litr həzmində. Bir də ki, bizim elektrik mühərrikimizdir. Sadə mühərrikin üst qapağı normalda bu avtomobillərdə gəlmir. Üstündə yoxdur. Onu sonradan qoymaq olar. Elə bizim avtomobilin sahibi də özü motorxanasının üstünü bağlayıb, yəni xüsusi elə öz zavatskoy demək, zavatskoy deyil amma ki, zavatskoy ola bilərdi. Bunu ekonom eləyiblər Çinlilər və əslində hamıya tövsiyə eləyərəm, çünki orada farsunkalar falan hamısı açıqdır. Elə belə bir qapaq taxsanız, yəqin ki, elə bizim avtomobilin sahibi tapıbsa siz də tapa bilərsiniz. Burada Bakıda tapmasanız da internetdə olacaq. Sifariş edib taxma olar ki, daha təhlükəsiz qalsın. Avtomobilin dediyim kimi mühərriki 1.5 litr həzmindədir. Bir də elektrik mühərrik var. Bir də ki, elektrik mühərrik 125 km qət eləyə bilir. Yəni avtomobil bu elektrik mühərriklə 125 km qət eləyə bilir məsafəni. Sərfiyyat baxımından avtomobil kifayət qədər qənaətcildir. Ekonom sinif də tam deyil, amma SUV üçün tam olaraq ekonomdur. Sərfiyyat burada hardasa 5 litr, 6 litr, bəzən 3 litrəyə qədər də salmaq olar. Artıq sizin sürüş təcrübənizdən asılıdır o təbii ki. Avtomobil bayaq qeyd etdiyim kimi plug-in hibriddir. Burada həm benzin istifadə etmək olar, həm elektrik. Benzindən danışsaq, təbii ki, çox adamı maraqlandıran tərəfi nədir? 92 oktanlı benzinlə işləyirmi? Bəli, avtomobil 92 oktanlı benzinlə işləyə bilər. Bu hissədə qeyd olunub. İndi isə keçək bu hissə, burada onun plug-in tərəfidir. Bu arada yanacaq qapağı düymə ilə açılır salondan. Amma elektrik qapaq sadəcə burada bir prujin var. Üstünə basırsan belə açılır. Burada AC və DC portlar var. Bunlar misal üçün AC aşağı voltajla yığandır. Bir də DC var, hansı ki yüksək sürətli şarjdır. Bunların saatlarını da aşağıda yazacağım ki, sizə daha faydalı olsun. Bir də dostlar, gördüyünüz kimi avtomobilin bagaj hissəsi kifayət qədər yaxşıdır. Yəni öz sinifi üçün kifayət qədər böyükdür. Bu hissədən oturacaqların, həmişə mən rus sözlərini istifadə edirəm, kommentlərdə yazırsınız, çalışıram Azərbaycan sözlərindən daha yaxşı istifadə edeyim. Oturacaqların bu hissəsində düymələr var, hansını ki çəkirsən öz tərəfə və oturacaqlar ön tərəfə çəkilir və beləliklə bizim yük hissəmiz, yəni bagajımız daha böyük olur. Daha sonra avtomobilin həmişə üzərində gəlmir, çox vaxtı da gəlmir. Bizim avtomobil sahibi tərəfindən ayrıca alınmış şarj aləti var, hansı ki siz evdə də avtomobili şarja qoya bilərsiniz. Yük hissəsində bu hissəni açaraq biz əlavə əşyalarımızı qoya bilirik bu hissəyə. Ehtiyat təkəri yoxdur. Çin avtomobillərin çoxunda bu olmur. Hətta nəinki Çin avtomobillərin, hal-hazırda Avropa markalarının belə, yəni ən xod gedən Avropa markaların çoxunda belə ehtiyat təkəri gəlmir. Üstündə belə bir balon gəlir, içində xüsusi bir maddədir. Əgər təkəriniz deşilibsə, yolda gedəndə dayanırsınız, həmin o şeyi taxırsınız təkərinizə və o həmin deşiyi doldurur. O həmin o xüsusi maye ilə və bir neçə müddət yol gedə bilirsiniz. Yəni ilk
necə deyim sizə, o təkər düzəltmə yerlərinə qədər. Yüksək komplektasiyalarda, yəni Max və Pro Max modellərində bu hissədə düymə var, hansı ki baqajımızı avtomatik aça bilir, həm də bağlaya bilir. Çünki burada xüsusi amortizatorlar istifadə olunur. Aşağı komplektasiyalarda bu yoxdur. Amma bu hissədə misal üçün görə bilərsiniz ki, biraz boşluqlar var və knopkanı basanda belə görə bilərsiniz ki, bu plasmas elə bir ki, içəri girmiş kimi olur. Yaxşı bərkidilmir. Burada şuruplar falan var, amma baxıram ki, tam bağlıdır, amma yenə də boşluqlar var. Bunlar da ki, maşını sürəndə məncə səs eləyir. Deməli, keçirik avtomobilin interyerinə. Burada birinci qeyd etmək istədiyim odur ki, avtomobilin oturacaqları və salon interyeri kifayət qədər rahatdır və komfortludur. Oturacaqların bu hissələri adamı saxlayır böyürlərdən və sən sərt döngələrə girəndə səni oturacağın içində sağa-sola oynatmır. Daha sonra sükanımız tam yumru formada deyil, avaldır. Belə baxıram ki, rahat o qədər də çətin deyil. Bunu da niyə belə ediblər? Məhz bu hissəni belə sərt, kəskin. Kialarda misal üçün görə bilərdiniz və başqa avtomobillərdə ancaq aşağı hissəsi belədir. Burada isə üst tərəfində belə ediblər. Niyə? Ona görə ki, sən cihazlar panelini daha rahat görə biləsən sürüş zamanı və inanmıram ki, çətinlik yaratsın. Bu vərdiş söhbətidir. Biraz yəni sürüb öyrəşəcəksən. İlk gözə batan şeylərdən dediyim kimi sükanın belə olması, cihazlar panelinin böyük olması, tam ekran olması, analoq deyil, monitorumuz çox böyükdür. Daha sonra bu hissələrdə deməli plastikdir, amma taxtaya oxşadılmış bir dizayndadır. Ona görə ilk baxışdan elə bilirsən ki, taxtadır, mebel materialdır, amma yox, bura plastikdir. Amma demək deyil ki, tam ekonom və çox ucuz bir görünüş verir. Yox, əksinə bahalı görünüşü var avtomobilin. Bu hissəsi misal üçün yumuşaqdır ki, ən çox bu hissəyə əlimizi qoyuruq. Daha sonra bu hissədə də mebelə oxşarlıq var, amma plastikdir və ambiyans işıqlar var burada. Burada standart güzgüləri, şüşələri daha doğrusu idarə etmə düymələridir. Daha sonra nə deyim sizə, burada drive mode, kameranı idarə etmək, həmçinin bu Pro Max modeli olduğuna görə bu hissədə siz avtomobili auto parking edə bilirsiniz. Bir də bu hissə. Bu hissədə kifayət qədər çox əşyalar yerləşə bilər, çox balaca deyil. Bir də burada soyuducu var. Soyuducu deyəndə burada kondisionerimizi qoşuruq və kondisioner havası ora da vurur. Eyni zamanda da siz istilik qoşanda bu hissə istilik də vurur və içəridə misal üçün nəsə saxlamaq istəyirsinizsə, həmin qoyduğunuz əşya və su da ola bilər. Sərin də qala bilər, isti də qala bilər, əgər isti içkidirsə. Bu hissəsi belə açılıb bağlanır. Bu da stəkan qabıdır. Burada orta stəkan ölçülərində olan qablar yerləşəcək. Daha sonra təbii ki, burada elektrik əyləc, auto hold, bu kimi özəlliklər var. Bir-bir onları hələ sadalayacağım sizə. Burada nə xoşuma gəldi, misal üçün, deflektorları əllə idarə edə bilirik. Bəzi yeni maşınlarda, həmçinin Çin maşınlarında artıq bu hissəni belə idarə eləmək olmur əllə, ancaq ekrandan sensor vasitəsilə. O da ki, açığı mənim xoşuma gəlmir. Niyə? Çünki sürəndə sən onu ekranda axtarıb tapmağın həm birincisi təhlükəlidir, ikincisi də ki, narahatdır. Ən yaxşısı belə manual. Düzdür, burada düymələr olduqca azdır, amma bunun ən azından belə olması əladır. Deyəcəksiniz ki, ancaq tərifləyir. Təbii ki, burada mənfi cəhətlər də var. Bayaq dediyim kimi bagajda o balaca səsdir. İndi gözümə dəydikcə təbii ki, deyəcəm. Amma hələ ki, yəni avtomobil həqiqətən xoşuma gəlir. Bu qiymət segmentində təbii ki, yəni əgər çox dirəşsək, əlbəttə ki, deyə bilərik də, plastikdir burada, nə bilim, əsl mebel deyil falan. Amma ki, yəni avtomobilin qiyməti göz qabağındadır. Yəni girib internetdə baxa bilərsiniz. Qiymət hətta deməli rüsumlar qalxandan sonra belə yenə də münasib qalıb və əl çatandır. Ona görə düşünürəm ki, bu qiymət segmentində belə keyfiyyət verən avtomobillər olduqca azdır. Bir də bizim
Komplektasiyamız yenə burada komplektasiyadan danışacağam ki, ən üst komplektasiyadır. Bu komplektasiyada oturacaqlarda deməli baxın belə kombinə olunmuş bir dizayndır. Bu hissəsi də dəridir, aşağı da misal üçün Max modellərində bu hissəsi biraz parça dizayndır. Aşağı komplektasiyalarda biraz daha fərqli bir materialdan ümumiyyətlə istifadə olunub. Bu hissədə elə bilirdim əvvəl ki, hava keçirən yerlərdir, amma sadəcə dizayndır. Arxa tərəfində danışaq, daha sonra sürüş testində mən sizə ətraflı funksiyalar haqqında məlumat verəcəm. Bunu yaxşı bağlayaq. Deməli, nə deyək burada? Birincisi, məncə göz qabağındadır ki, ön oturacaqla mənim dizlərimin arasında kifayət qədər çox məsafə var. Özdə mən oturacağın vəziyyətini dəyişməmişəm. Mənim boyum 1.72-dir və boyuma görə yəni tənzimləmişdim. Həmçinin dama qədər olan məsafə də kifayət qədər yaxşıdır. Tam yerləşmək olur. Orta ölçülü crossover üçün ideal bir göstəricilərdir bu deyərdim. Həmçinin görə bilərsiniz ki, dam tam olaraq panoramikdir, həm də açıla biləndir. Bəzi Changan modellərində, misal üçün Dipalda görə bilərsiniz, düzdür, Dipal bundan bahadır, tamamilə fərqli segmentdir. Amma Dipalda bu hissə açılmır və yaxud da ki, bəzi digər modellərdə ola bilər ki, bu hissə açılmır. Amma burada həm jaluzi aça bilirik, həm də ki, lük özü də tam açıla bilir. Bu hissəyə baxsaq, burada adicə bir dənə, daha doğrusu 2 dənə stəkan yerimiz var. Mən deyərdim ki, burada bir dənə bunları da bağlamaq imkanı olsaydı, ön tərəfdəki kimi daha yaxşı olardı. Amma bu da böyük bir problem deyil məncə. Həmçinin məncə Changan şirkəti burada, misal üçün digər şirkətlər kimi, digər brendlər kimi ekonom eləmədi. Bəlkə də görə bilərdiniz bir çox avtomobillərdə. Bu Jeep yalnız bu tərəfdə gəlir. Yəni sərnişin tərəfdə, amma şoferin arxa tərəfində olmur. Burada Changan şirkəti ekonom eləməyib, hər iki tərəfdə qoyub. Bəlkə də aşağı komplektasiyada bir dənədir, amma full komplektasiyada 2 dənədir. Gəlin bir dənə baxım orta hissəsi necədir, rahatdır yoxsa yox. Yaxşıdır məncə, pis deyil. Həmçinin onu da deyim ki, bir balaca ayağı hündürdə saxlamalı olursan. Niyə? Çünki altında batareyası var. Ona görə polu deyək, biraz hündürdədir. Amma məncə yenə də öyrəşənə qədərdir və çox problem yaratmayacaq. Başqa burada işıqlar var, nə qəşəng. Knopka ilə idarə olunur. Yəni sərnişinimiz özü istəsə işıqları söndürüb yandıra bilər. Burada mikrofon var. Hər sərnişin üçün ayrıca mikrofon var ki, misal üçün əgər danışırsınızsa telefonla falan, arxada da kimsə danışmaq istəsə, misal üçün, yəqin ki, onun üçündür. Burada mikrofon mövcuddur. Yaxşıdır, keyfiyyətlidir. Yəni, həqiqətən Çin modelindən bu qədər böyük keyfiyyət gözləmirdim, amma bu avtomobil çox xoşuma gəldi. Bir də onu qeyd edeyim ki, bu hissədə USB Type-C yox, USB-A istifadə olunur. Yeni avtomobil üçün mənfidir, amma yenə də qayıdaq bunun segmentinə. Yəni, kifayət qədər münasib qiyməti olan avtomobildir, ona görə çox da ilişməyim. Amma əgər dirəşsək, burada Type-C olsaydı daha yaxşı olardı. Bu arada mən bilən ön tərəfdə Type-C var. Oturacaqların tənzimləməsi full komplektasiyalarda elektrikdir. Düzdür, bütün istiqamətlərdə deyil, digər avtomobillərdəki kimi, misal üçün mən bel hissəni şişirtmək istəyirəm, burada olmayacaq. Amma oturacağın özü 4 istiqamətdə, yoxsa 6 istiqamətdə hərəkət eləyə bilir. Sərnişin tərəfdə də eyni belədir. Aşağı komplektasiyalarda sərnişin tərəfi tənzimləmək olmur. Keçək avtomobilin sürüş testinə. Buna görə də kəmərimizi bağlayaq. Çünki təhlükəsizlik hər şeydən önəmlidir. Biraz gözləyək, maşınlar keçsin. Avtomobilin kifayət qədər çox funksiyası var, bayaq dediyim kimi. Elə sürə-sürədə onların haqqında məncə danışaq, sizə onlar haqqında məlumat verəcəm. Hal-hazırda mən avtomobili idarə edirəm və park yerindən çıxırdım. 360 kamera mənə dəstək oldu ki, avtomobilin həm yuxarıdan olan görüntüsünü göstərdi, həm də ki, kənarlardan olan görüntüsünü. Həmçinin mən görüntünü buradan dəyişə bilirəm ki, 3D, 2D,
fərqli sürüş yox, yəni video çəkiliş növləri var. Daha sonra orta cihazlar paneli, hansı ki sürətimizi göstərir. Tək sürət yox, ümumiyyətlə bir çox parametrləri göstərir. Yanacaq sərfiyyatı, bundan sonra nə qədər elektrik enerjimiz qalıb, getdiyimiz məsafə nə qədərdir. Həmçinin ön tərəfdə gedən maşınları da göstərir. Çünki bizim avtomobilin ön tərəfində həm kamera var, həm radarlar var. Həmçinin xüsusi bir distronik radar var, hansı ki ön tərəfdə olan prosesi bizim üçün izləyir və monitorumuza proyeksiya eləyir. Qabaqda gedən maşınlardır, zolaqlardır, hamısını görürük. Həmçinin avtomobildə zolaq izləmə mövcuddur. Kör zonalar var. Yəni bu tərəfdən tam full komplektasiyadır. Təbii ki, burada elə bir şeylər hamısı mövcud olacaq. Bu hissədə, orta hissədə Drive Mode adlı bir düymə var, joystickdir. Bunun vasitəsilə biz sürüş rejimlərini dəyişə bilirik. Ekonom, komfort və yaxud da ki, sport rejimə keçirdə bilirik avtomobili. Və hər rejimdə avtomobil sürüş rejimini dəyişir. Bu sürüş rejimlərini həm bu düymə ilə dəyişmək olar, həm də ki, menyu daxilində dəyişmək olar. Misal üçün, əslində burada 3 rejim dəyişiriksə, burada daha çoxdur. Elektrik var. Özdə bunun da növləri var, alt növləri belə deyək, light, heavy, custom, özümüz tənzimləyə bilirik. Hibrid var, extended var, daha sonra intelligent var, hansı ki avtomobil özü sənin sürüş tərzinə adaptasiya olur. Bir də smart scene var. Burada da müxtəlif rejimləri dəyişə bilirik. Bunun üçün ayrıca bir video çəkərəm sizin üçün. İndi keçək ekonom rejimlə sürətlənək. Avtomobil çox hamar, yaxşı sürətlənir. Onu da deyim ki, bir çox sadə benzin mühərrikli avtomobildən daha sürətli sürətlənə bilir. Hətta ekonom rejimdə. Amma biz sport rejimə keçsək, burada avtomobilin torku hiss olunur. Ki, bir damcı pedalı basanda belə artıq səni biraz dala çəkir və daha da sürətli yerindən götürür avtomobil. Səs izolyasiyası baxımından rəxtan avtomobili idarə eləyirəm. Ətrafımda bir çox dostlarım var idi, hansı ki Çanqan sürür və çoxu deyirdi ki, avtomobil səsküylüdür falan, belə şeylər. Açığı, artıq bir neçə müddət ki sürürəm avtomobili, səs baxımından o qədər də problem yoxdur. Düzdür, bizdə hələ klimat kontrol qoşulub, yəni kondisioner qoşmuşuq, kondisioner səsi gəlir. Amma yenə də bu latoklara düşəndə, yəni çuxurlara düşəndə və yaxud da ki, yolun əyriliyi, təkərin səsi falan, bunlar demək olar ki, salona gəlmir. Lükun bağlı olduğu müddətdə. Lüku açanda bəlkə də daha çox gələr. O da ki, maşın deyin ki, mənə lüku açanda çöl səsi gəlməsin. Yəni bu mümkün deyil. Burada bayaq dediyim kimi bir düymələr var, hansı ki kameranı idarə eləyir. Bu birinci düymə ilə biz kameranı qoşuruq. İkinci düymə ilə biz video zapisdir deyəsən, save eləyirik onu. Yəni yaddaşa vururuq. Və ortada 2 dənə düymə var. Biri parking yazılıb və sükan işarəsidir. Bu avtopilot yox, bu avtoparkingdir. Multi sükanımız da var. Harada ki bir çox funksiyaları idarə edə bilirik. Belə deyim, sol tərəfdə biz cruise kontrol istifadə edirik, yəni avtopilotu idarə edirik. Sol tərəfdə isə multimedia düymələridir. Həmçinin burada ulduz düyməsi var, hansı ki sevdiyimiz bir özəlliyi ora tənzimləyə bilirik və onunla biz bu düyməni bir dənə basmaqla həmin funksiyanı qoşmuş olacağıq. Özün istədiyin funksiyanı ona tənzimləyə bilərsən. Kondisioneri yandırmaq, peçi yandırmaq, yəni istiliyi, resirkulyasiyanı, yəni hava axınını ancaq salonun içində saxlamaq. Bu düymələr hamısı ön tərəfdədir və sensordur. Texnoloji cəhətdən bu bir yaxşı bir yenilikdir. Lakin istifadəçi rahatlığı tərəfindən o qədər də rahat deyil. Çünki sensor düyməni daha çətindir tapmaq, nəinki adi düyməni. Yəni mən adi düymələri sadəcə düz baxa-baxa da yola əlimlə tapıb basa bilirəm. Amma sensor düymələr biraz daha çətindir.
Bəlkə də öyrəşməyə vaxt lazımdır. Lakin yəni idarə etdiyim bir çox avtomobillərdə bu funksiya narahat olub. Funksionallıq baxımından, yəni multimedia tərəfdən burada CarPlay CS55 modeli var. CS55 modelində CarPlay var, amma Android Auto yoxdur. Q05 modellərində isə nə CarPlay, nə də ki Android Auto birbaşa multimediada gəlmir. Bunun üçün ayrıca bir qurğu quraşdırmalıyıq. Qurğu bir çox yerlərdə satılır. Həmçinin internetdən sifariş verə bilərsiniz. CarLink Kit adlanır. Şəklini qoyacağam, baxarsınız. Yəni istəsəz özünüzə bu qurğudan sifariş verib sadəcə taxırsan, avtomatik proqram yüklənirsən maşının multimedia sisteminə. Daha sonra isə artıq telefonumu Bluetooth vasitəsilə orada həm Bluetooth, həm Wi-Fi eyni vaxtda qoşulur ki, həm görüntü ötürə bilsin, həm mahnı qoşa biləsən, zəngləri idarə edə biləsən, xəritəni görəsən oradan. Yəni ikili texnologiyadır bu CarPlay. Rahatlıqla CarPlay-də Android Auto-da istifadə edə bilirsən. Əgər bunlar sənə lazım deyilsə, monitor özü Androiddir və bir çox funksiyaları var. Sonradan da application yaza bilərsiniz, yəni tətbiq yaza bilərsiniz maşına. Belə özündə də gələn bir çox tətbiqlər mövcuddur. Avtomobildə radio mövcud deyil. Radionu internet vasitəsilə qulaq asacağıq. Bunun üçün də bir tətbiq yükləmək lazım olacaq. Bayaqları panoramik lük demişdim sizə. Bir dəfə düyməni basırsan, jalüz açılır. Bərk bassan, bütöv açılacaqdır və yaxud da ki, sadəcə belə bunu açmışam. Daha sonra mən jalüzü yox, şüşəni də açmaq istəsəm, bir dənə də basacağam, tam olaraq lükumuz açılacaq. Hətta onu yenə də bərk və yaxud yumuşaq basmaqla yuxarı və yaxud da ki, tam açmaq özəliyini idarə edə bilirəm. Yəni standart olaraq bir çox avtomobillərdə eyni gəlir. Bir də burada bizdə bayaqdan bu kamera falan deyirəm sizə, avtomobildə bəli, çox innovativ bir kamera sistemi var. Əlavə olaraq da burada aşağıda yaddaş kart yeri var. O yaddaş kartını ora taxanda biz nə edə bilirik? Avtomobildə video registratoru işə salırıq. Bir çox avtomobillərdə biz video registratoru, yəni video qeydiyyatçını sonradan qoşuruq. Əlavə qurğu kimi qoşuruq. Bu da ki, lazımsız pis görsənən bir cihazlar kimi burada görsənir. Amma bu avtomobilin özündə video qeydiyyatçı var. Ətrafda olan kameralar vasitəsilə video çəkiliş eləyir. Həmçinin salonu da çəkə bilər ortada olan kamera ilə. Əlavə olaraq da, misal üçün uzun bir yol gedirsənsə və yorulmusan, biraz yuxuya gedirsən, yuxuya getdiyin zaman avtomobil onu aşkar eləyir. Bu hissədə də sensor var, həm də kamera səni çəkir. Xüsusi ağıllı sistem təyin eləyir ki, sən yuxuya gedirsən və başlayır xüsusi siqnallar verməyə. Gah siqnal verir, gah başlayır maşını biraz sağa sola dartmağa və dayanmağa başlayır ki, təhlükəsizliyi təmin etsin. Avarini işıqları, yəni qəza işıqlarını yandırıb yolun kənarına keçəcək. Həmçinin hibrid avtomobillərdə onu da deyim ki, yavaş sürdüyün müddətdə, misal üçün məhləkçi sürürsən falan, burada axı benzin mühərrik işə düşmür, ekonom rejim sürürsən də, misal üçün, və yaxud ağıllı rejimdəsənsə, sportda yox. Avtomobil çöldən səs buraxır, bəlkə də eşitmiş olardınız, belə xüsusi qəribə yad planetlilər səsi kimi bir səs buraxır ki, ətrafda olan insanlar maşının yaxınlaşdığını görsün ya da eşitsin və yolun kənarına keçsinlər. Bu da bir təhlükəsizlik üstünlüyüdür deyək. Həmçinin telefon şarjı da mövcuddur burada. Bayaqları qeyd elədim ki, arxada 2 dənə USB-A girişimiz var. Ön tərəfdə də USB-A-dır. Amma əlavə olaraq bizdə wireless charging mövcuddur. Wireless charging bu tərəfdə yerləşdirilib. Amma wireless charging olması yaxşı olsa da bunun soyutması da olmalıdır. Bu modeldə nəzərdə tutulmayıb. Yadınızdadırsa biz sizinlə Geely Manjaro çəkmişdik və yaxud da ki, elə Çanqanın digər modeli olsun. Orada da bu özəllik var idi və soyutması var idi. Bir də onu da qeyd edeyim ki, buradakı wireless charging əsasən Huawei, Vivo və Oppo telefonları üçün nəzərdə tutulub. Misal üçün iPhone-da olan wireless charging biraz fərqli texnologiyadan istifadə eləyir deyə orada xüsusi MagSafe tipli zaryadka var, yəni şarj var.
və yaxud MagSafe olmasın, onun adi wireless charging belə 15 wattlandır. Tam olaraq düzgün wattı ötürmür, ona görə qızmalar baş verir. Elə burada da həmin o soyutma önəmli ola bilərdi. Əlavə olaraq da başqa funksional tərəfdən nəsə qalmadı düşünürəm. Bircə onu deməmişəm ki, full komplektasiyalarda 8 dənə dinamik gəlir, sadələrdə 6 dinamik gəlir və dinamiklər full komplektasiyada Pioneerdir. Heç yerdə yazılmasa da Pioneer səs sistemidir. Misal üçün, Çanqanın digər modellərində biz Sony görə bilərdik, burada Pioneerdir. Hətta deyəsən qeyd olunub. Bəli, burada ön tərəfdəki olan balaca pişalkalarda Pioneer logosu mövcuddur. Yağış sensoru var, işıq sensoru var. Təbii ki, sadə modellərdə işıq sensoru var, amma yağış sensoru yoxdur. Günlüklərdə belə açanda işıq yanmasa da burada yuxarıda düymələr var, əllə yanır. Deməli, işıqların yarısı ağdır, yarısı sarıdır. Gələcəkdə dəyişə bilərsiniz. Təbii ki, daha yaxşı olardı ki, bütün işıqlar ağ gəlsəydi. Amma burada da biraz ekonom eləyiblər. Bilmirəm nə qədər çox pul gətirir onlara bu. Amma yəni böyük bir problem deyil. Məncə 1-2 manatdır. Yaxşıların indi bəlkə də biraz baha alarsınız. Dəyişmək olar bu lampoçkaları. Yenə də zövq məsələsidir. Daha sonra arxada olan işıqlar xüsusi düymə ilə qoşulur. Ön tərəfdə olan işıqlar elə işığın üstünə basırsan, işıq yanır. Bir də damın ağ rəngdə olması salonu daha işıqlı göstərir. Düzdür, çox adam qara dam xoşlayır, xüsusi yığdırır onu, alikantar falan. Amma məncə elə ağ işıqlı olması da yaxşıdır. Daha sonra ambiyans işıqlandırma kənarlardadır yalnız. Bəzi modellərdə elə CS55 bunun xalası oğlu deyək. Bunun ortasında da var, ambiyansı var. Bir də sadə modellərdə də səhv etmirəmsə, daha aşağı komplektasiyalarda hansında ki reverse drive bu PPS deyirik də. Burada deyilsə, buradadırsa, onlarda burada var. Ambiyans var, amma video kamera düyməsi yoxdur, hansı ki kameraları idarə eləyir. 360'ı. Dirsək altında işıq yoxdur. Bir də ki, bardachokda da işıq yoxdur. Çox önəmli bir şey deyil, amma olması daha yaxşı olardı. Elə bu qədər. Mən düşünürəm ki, bir çox özəllikləri hamısını demişik. Bu segment üçün düşünürəm avtomobil çox yaxşı funksiyalarla təchiz olunub. Mühərriki də çox yaxşıdır, sürətlənməyi də yaxşıdır, at gücü kifayət qədər yaxşıdır. Mənfi cəhətləri olsa da çox xırdadır, bilinmir. Biz sizinlə Geely Manjaro çəkmişdik, hansı ki segment olaraq bundan qat-qat yuxarı segmentdir, qiymət cəhətdən də, ölçü baxımından da, amma funksional baxımdan da bu avtomobil heç də ona geri qalmır. Misal üçün bir dənə gözümə dəyməyən hissə burada, daha doğrusu gözümə dəyən hissə odur ki, burada güzgüdə avto qaralma yoxdur, Geely Manjaro'da var idi. Yenə də o da o qədər önəmli deyil. Yəni bir çox avtomobillərdə bu funksiya gəlmir, heç burada da gəlməsə də olar. Ümumi avtomobilə yəni 10 üzəri 9 bal verə bilərəm və bu da çox yaxşı nəticədir. Çünki bu segmentdə, yəni qiymət segmentində bu kimi funksionallıqlar, yəni bu avtomobildə olduğu funksionallıqlar bir çox avtomobillərdə mövcud deyil. Əsasən də Avropa avtomobillərində bu funksiyaları yoxdur, bu performansı yoxdur. Amma Çin bizi təəccübləndirir. Bəlkə də daha yumuşaq ola bilərdi avtomobil, amma yenə də bu qiymət segmenti üçün kifayət qədər yumuşaq avtomobildir. Yəni söhbət elə burada bağlanır. Bütün mənfilər qiymətdə bağlanır. Yəni bu qiymətdə belə avtomobil demək olar ki, yoxdur. Yeni avtomobil təbii ki. Söhbət yeni avtomobildən gedir. Bizim videomuzdan bu qədər. Videomu bəyənmişsə like etməyi, komment yazmağı unutmayın. Həmçinin kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər. Sağ olun.